Herkese selamlar dostlar. Bugün de sizlerle birlikte yeni bir video, yeni bir car parking bölümündeyiz. Car parkingde uşaqlar bilirsiniz ki seri başlatmıştık ve o serinin de bugün 3. bölümündeyiz. Biraz bir değişiklik eləmək istəyəcəm serimizə. Dünən yəni canlı açmışdım. Həmin o canlıda da bu belə bir tofaş almışdım. Yəni part eləmişdim bir çizimdən. Və uşaqlar bu tofaşı da yəni dünən canlımızı almışıq. Belə çukur şeylə əslində yamukdu, biraz əyridir. Amma eyb olmaz. Yenə də xrom diskinə görə almışam mən bu maşını. Hər nəsə dəyişiklik nə idi uşaqlar bizim serimizdə? Mən uşaqlar Azərbaycan serverində gəzməyəcəm. Daha çox İngilis serverində gedəcəm. Yəni İngilis serveri olsun, istəyir Türk serveri olsun. Yəni belə serverlərdə davam eləyəcək. Çünki Azərbaycan serverindən tapmaq çox çətin olur. Onu da çox uzatmayaq, elə başlayaq Türk serverindən davam eləməyə. Aha, gəldik Türk serverimizə və uşaqlar yenə maşınlar axtaracağıq. 3 maşını, yox, 2 maşın idi deyəsən. Biz bugün 3-cü bölüm biz 2 maşın almışıq. Qalıbdı geridə 18 maşın. İnşallah bu videomuzda da 17 maşına çatdıracağıq. Yəni ki 3-cü maşınımızı alacağıq. Gəldik, biraz sürətlidir bu maşın. Yəni hələ ki sürüb yoxlamamışam, indi sürürəm maşını. Çukura baxanlar bilər, yəni Cumaylı Kosovalının kim olduğunu bilər məncə və burada bir xrom maşınımız var. Orada Hitsi logo satırlar, burada bir 60 o qədər də yaxşı maşınlar yoxdur. Bu var, bundaki satsalar alardım, onu da satmırlar. Ha, xrom disk belə bir Honda var. Mən bu Honda'nın yiyəsini tapım görüm satırmı, satırmı, xrom da bunun diski, hə, xromuymuş. Baxım görüm satırmı, ya satmırmı. Honda'dan soruşdum, Honda dedi satmıram. Belə bir dənə maşın var, 2000 XP, xrom disk, bufersiz, miqalkalı. Bundan bir dənə soruşaq. Adı nədir bunun? Tung Sahur Ab. Nə də olar? Uşaqlar, o da satmırmış. Girdi ikinci odamıza. Qabağımıza bir dənə kişi Honda keçdi. O da şey məndə var idi. Nəysə, gedək görək burada nəsə satırlarmı, ya satmırlarmı? Bir saat gedirəm maşında. Məncə bir xrom diskli bir maşın alsaq, elə xrom disk olmasın, bir 1695 HP olsun, ya nə bilim, miqalka almayaq da miqalkalıdan bezdim. 2 videoda miqalka alırıq və orada nə satırlar? Orada nə satırlar? Hə, birə satırlar. Ala bilmirik ya biz bunları. Bunlar niyə ala bilmirik? Alaq da bunları. Nəysə, burada bu var. Orada da bir dəqiqə çizimlə takas nədir ki bu belə? Coinli. 20 milyon. Alaq bunu. Hə, yaxı varmış bizə. Bizdə olmasa bu qəşəng maşın. Bundan alardım. O 3000 coin olandandır. Hə, Peugeot logosu ilə. O da birə satırdı. Onu da almaq olmayacaqdı. Sonra görüm 350Z var burada. Bunu bir dənə soruşum görüm satır mı ya satmır mı? Satmırmış. Nəysə, onu da bir də başımıra. Yox, bu da var idi. Bu odada çox adam yoxdur, elə bil. Hamısı hardadılar bunların? 5-6 nəfər buraya yığışıbdı. Nəysə, onda gedək də. O birisi odaya keçir. 3-cü odamıza keçək. İni yatay. Ayda, orada da Dodge gedirdi. O Dodge'ye soruşa bilərdim. Nəysə da, yəqin o da satmırmış. Keçəcək 3-cü odamıza. Gəldi 3-cü odamıza. Bir dənə Ford satılır. O Forddan bizdə var, gələ. Həmişə odadır bura, yoxsa yox. Bunu da yenə birə satırlar. Qaqa, satmayın da bunu birə. Necə biz ala bilərik? Bu nə hiləsi sadır. Mən satanda mı olmur ha? Krom jantlı, sanatçı çizimli, tafaşlı taqa. Bu nə maşındır ki belə? Bu nə da? Belə boş peşər bir maşındır bu. Mənası maşın ama nəsə takaslayır. Bu nədir? Hə, bu da oyda. Çox qəşəngdir, amma var da bizdə kartaldan. Və kartalda olmasa bu kartal alardım. Burada 2000 HP Ferrari var, o da yəni nəysə takas, 2 çizimlə takaslayır. Sonra nə maşın var? Ayda ekran çox dönür. Orada bir dənə Erir var, Erir'dən bizdə var. Orada ən kənarda dayanmış maşın alsın elə. Corolla'dır, Corolla da var bizdə. Sonra bundan da var. Hər şeydən var, o qədər maşınımız var ki. Qabağımıza çıxan yox demək məcburiyyətinə qalmayacaq. Bir də belə Supra var. Belə Supra'nın olmazsa yaxşı olardı. Kənarınıza da baxın, hər anı qarşı. Yox, pisdir. Yeni onda keçək 4-cü adamıza da deyək. Bu neçənci odaydı? Yadımdan çıxdı. Bu neçənci odada Allah bilir. Nə idi? Deyək ki 5-ci odamız, yox 4 olmalıdır məncə. 4-cü odamızdır. Ayda, bu nədir? Bu qəşəngdir. Audi RS7 bu.
Bunu nəylə bart edirik ki, nəylə takasıq görəsən? Ayda, bizim videomuzun konusu puldan almaqdır axı. Bax, pulla almaq olmasaydı onu alardım, tur keçərdi o üstündən. Başqa bizi maraqlandıran oyun o qədər kasır ki. Bir dənə belə bir maşın var, qaqa, ondan da bizdə var. Onun da başını buraxdıq. Hayda, biz nə ala bilər? McLaren bu. McLaren özü də. Yox, McLaren. Bu yısını ticarət. Görün bunu satar. Orada bir dənə şey var. Honda Civic. Bu şey Xəzər düzəldilər Civicə. Ondan da var, Civicdən də var bizdə. Bu satar görəsən. Gözləyək görək. Örmüş deyəsən. Sat qutarda biz dolamsan həsən. Biz dolamsan. Gözləyirik. Gözləyirik. Ay Allah, qaqa bunu niyə belə birə qoyursunuz siz? Bu necə qoyurlar? Mən başım çıxmır. Mən birə qoyandam, bax bu yaxşı olar. Bu ya Eren görəsən satar bunu. Stok maşını məncə botdur. Oy da bu nə də? Bu nə də? Özünə gəlmir oyunu. Nəysə, bir-iki bax burada varlılardan mən soruşuyorum. Ay da bütün. Bu nə daha? Bu oyun niyə bu qədər dönür? Nəysə, bundan bir dənə soruşum görüm. Ay da tərpənəmirəm bütün. Bu Kərəmdən bir soruşum görüm satır ya satmır. Dostlar, bir nəfərlə danışdım, razılaşdım. Videonu olanlarda aça bilmədim. Bir dənə Audi RS7 gətirəcək. Bizdə yəqin ki yoxdur Audi RS7. Deyəsən var idi. Bir dəqiqə baxmalıyam. Dedim miqalkalı, bütün də maşınlarımızın hamısı miqalkalı olacaq deyəsən. Yəni sirəni Audi RS7 var deyəsən. Baxın bir dənə yox imiş, qəşəng. Əla, bizə tofaşımızla gedək qəşəng. Gedək görək neçəyə satacaq. Hələ ki qiymət danışmamışıq. Sadəcə dedim ki, yəni bir də 350 Z'si var idi. Dedim satırsan, yox. Dedi başqa bir maşınım var. O da elə bəxtimizdən bizdə olmayan bir maşın çıxdı. Həm də miqalkalı imiş. Görək neçəyə satacaq, neçəyə verəcək. Odasını da tapdım, biraz girdim, nəysə. Mən onda heç bu danışmalarla heç birini göstərməm. Yəni maşınımızı alıram, çıxıram və sonlandıran uşaqlar. Görüm Audi'ni tapdı. Dedi deyəsən var. Yəni tam dəqiq demədi. Bir də uşaqlar türk serverindəyik. Daha baxın Audi gətiribdi. Bundandır. RS7 mən bunu nəzərdə tutmamışdım. Hoş bulduk. Mən bir də danışım görüm başqa bir şey var mı? Aşalar dedim ki başqa bir şey var mı? Dedi var. Ona bir dəqiqə təcili pul lazımdır. Yəni dedi ki mənə para lazım. Bu o nədir? RS7 dedim məndə var. Dedim başqa bir şey var mı? Mən dedim ki yəni miqalkalıdır falan. O deyir ki ancaq miqalkalı. Oydu bunun drifti var imiş. Drift ayarlamış. Heç buna fikir verməmişik. Yəni mən demə ehtiyac yoxdur. Yəni krom jant falan da olar. Krom jant. Yəni krom disk ondan da yaxşıdır. Polis sirəndən də yaxşıdır. İndi görək nə maşın gətirəcək. Bunda doğrudan qəşəngdir bu maşın. Bütün cırıq eləmişik maşın deyirəm ki. Nə görə düşüb daha maşın. Nəsə gözləyək görək Allah qoysa buna vaxtı görürüz. Gec oynayır bu. Maşına baxırıq. Əlatı. Özə ki bu deyəsən bir dəqiqə bu yoxdur. Bu xrom disk deyəsən bu lap qəşəng olar ha. Maşına yoxdan da ki xrom diskdirsə daha da yaxşı olar. Bir dənə tez gəlsin, sən Allah sür də gəl qutar da. Deyən görüm. Çünki heç birisi azdı, onu deyirəm. Mən gəlmiş buradan bir dəqiqə. Dala qayıt. Bir dəqiqə. Sirən deyirəm. Miqalkası olmasa, xrom disk olsa lap qəşəng olar. Bir də qiymətdə danışardım, razılaşardım. Əla. 5 milyon dedi. Dedi stok bu. Xrom diskli də olsun da 5 milyona. Əla oldu. Bax bu həddindən artıq əla oldu. Amma dur. Sən Allah nə deyəcək? Hemen geliyorum bekle deri. 5 milyon versə əla olar ha. Onu dedi stokda bəlkə də baş çıxmır. Məncə baş çıxarır. Rankından falan məncə bilər. Onun stok olsun da nə problem var ki stokluğunda? Bir dəqiqə bu dedi stokdur da hə. Bəlkə gedib indi şey eləmə ya. O maşını 1695 sifə eləmə ya. Dəsəbləşirəm bunun şəklini görəndə. Yamuk deyə əyridir. Nəsə olmaz.
Biraz uşaqlar danışırım qəribə ola bilər, amma nədir, qripəm deyə. Ola bilər burnumda danışıram. Bütün nə gündəyəm, amma yenə də siz videosu qalmayasınız deyə sizə video çəkirəm. Yəni buna görə də bir like'ları məncə unutmarsınız. Qəşəng drift idi, qəşəng drift idi. Bir hələ də burada bir tutorial çəkdi. 1695 XP-lədi, eləmədi. Nəşələr 5 milyonu Allahım xeyirli, uğurlu olsun. 3, 2, 1 da saat qutardı. Bayaqdan burada durmuşam bütün. 5 milyon da ver, əl çəkəkdə day. Əslində, bəlkə də yəni aralarından qəşəng aldığım maşın budur. Həm xrom disklidir, həm də o birisilər, yəni miqalka var. Birə yox, birə yox. Maşallah danışmışam videodayam, nə bilim nə, həvəslərini də birə verir. Necə versin görək, qabağına bunu qəşəng etiket falan qoyaram, qəşəng düzəldərəm bunu. Həvəsdən deyə yazıq. 5 milyona xeyirli uğurlu olsun uşaqlar. Onun dışarılar bunu da aldıq. Bugünlük bu qədər deyirəm. Gələn videolarda görüşərik. Sağ olun, özünüzə yaxşı baxın uşaqlar. Hələlik bir like'ınızı, bir abunəliyinizi unutmayın. Bay bay.